İndiyə qədər neyləmişəmsə, bacarırsınızsa məni bağışlayın. Bundan sonra nə olur olsun həmişə arxanızdayım. Səni kimdən soruşaq, kimdən axtaraq, hə? Hamımız lal oturmuşuq evdə, nazlı gözləyirik. Nə böyük bilirsən, nə kiçik bilirsən. Dəqiqə başı mənə niyə zəng edirsən? Yoldaşım yanımdadır, cavab verə bilmirəm. Az kim dostuna deyir ki, zəng eləmə, arvadım yanındadır. Ətir vurmayanda heyvan yaxın gəlmir sənə nəbi? Bəli, heyvan yaxın gəlmir mənə, Nərmin. Bəlkə hansısa heyvan xəstəymiş, ona görə danışırdı. Sən orada heyvan gördün? Yox. Hə, vəssalam da. Orada 2 dənə heyvan var idi. Biri ailə dağıdan, biri də ailəsinin dağılmağına imkan verən. Deyəsən nazını vermişsən, Allah xoşbəxt eləsin. O sənə çatdıranda başından böyük qələt edib. Heç olmasa denə yalandır da, yalandır deyək. Qələti sən eləmisən, onu çatdıran yox. Sən ged Əhməd əmiyə denən ki, Xəzər deyir ki, nə vaxt elçiləri göndərək. Səni mənə versələr, ARB-də